Bax, Əbəlfəz kimi bir igid heç vaxt İmam Hüseynə qardaş demədi. Bunu ana tərbiyə eləyir. Başa düşəysən? Həmişə dedi Seyyidi, Mevlay, mənim ağam. Bu ana məni tərbiyə eləyir ki, nə cür danışsın, nə cür desin, nə cür yanaşsın onlar. Ya vardı o zaman ki, qafilə Şamdan qeydəndə yetişdilər Mədinənin yoxunluğuna. İmam Səccad buyurdular ki, dayanın, Mədinəyə keçməyin. Mədinənin eşiyində oturaq elədilər. Sonra Bəşiri göndərdi. Dedi, Bəşir, get Mədinə əhlinə denən ki, nə keçibdi. Qoy hazırlıqları olsun, Üsəra-i Kərbəla qeyd edir. Bəşir gəldi, var tarixdə, bəzi rivayətlərdə, birinci keçəndə sizə cəmaata xəbər verən Ümmülbənin gördü Bəşiri. Dedi, Bəşir, səni and veriyəm Allaha denən, görüm Hüseynə nə gəldi? Bəşir dedi, ancaq biliyəm ki, Əbbasın şəhid oldu. Dedi, Bəşir, Hüseynə nə gəldi? Dedi, Əbdullahın da şəhid oldu. Dedi, Bəşir, sənə deyəm, Hüseynə nə gəldi? Dedi, Cəfər də şəhid oldu. Dedi, Hüseynə nə gəldi? Dedi, Osmanın da şəhid oldu. 4 balası şəhid oldu. Axırda ki, dedi, Ümmülbəninə, Hüseyni də şəhid elədilər, başladı ağlamağa. Dedi, ürəyimin bəndin qırdım Bəşir. Bu səbrə, bu müsibətə day mən dözənmərəm. Ondan sonra baxın görün, nə qədər Ümmülbənin ağlayır. Gözlərinin yaşı tutarmıyor. Bu xanımın mərifətin göstərir. Ki, öz balaların heç hesaba salmayı. Deyir, Bəşir, mən balalarımdan soruşmuyam səndən. Mənim balalarım, bütün dünya, hər nə vardı Hüseynə fəda. Denən görüm Hüseynə nə oldu? Bu xanımdır, belə bir xanımdır. Həzrəti Zeynəb də necə ki, girək Mədiniyə, birinci gedək Ümmülbəninə baş sağlığı.